12-ci Bakı Qlobal Forumu artıq Gülüstan sarayında öz işinə başlayıb. Mən Kiçik Sakit Okeanın ada dövlətlərindənəm. Biz iqlim dəyişikliyinin ağır təsirlərinə məruz qalmışıq. Mən hardasa 2 il öncə Şuşada olanda sürətli yenidən qurma prosesi gedirdi orada. Mənim Ağdam və Zəngilanı ziyarət etmək imkanım olmuşdu. Orada ağıllı şəhər qurmağa başlayıblar. Neft-qaz ölkəsi olaraq yaşıl iqtisadiyyata keçidə investisiya eləyirik. Buna belə deyim, çox ciddi yanaşırıq. Dünyanın tanınmış siyasətçiləri, mütəxəssisləri, beyin mərkəzlərinin, beynəlxalq təşkilatların nümayəndələrini 12 dəfə Bakıda toplayan Qlobal Bakı Forumuna Azərbaycan prezidentinin çıxışı ilə start verildi. Dövlət başçısı ölkənin yaxın gələcəkdə yaşıl enerji ixracatçısına çevriləcəyi mesajını verdi. Bugün artıq qərara alınıb ki, gələn illərdə Azərbaycanın bərpa olunan enerji imkanları faydalı qazıntıdan olan enerji istehsalına demək olar ki, bərabər olacaq. Bugün Azərbaycanda yaradılmış enerji istehsalı imkanları 8 gigawattdır. 2030-cu ilə qədər biz bərpa olunan enerjidən əsasən günəş və küləkdən, o cümlədən Azərbaycanın azad edilmiş ərazilərdəki hidro resurslardan əlavə 6,5 gigawatlıq enerji güclərimiz olacaq. Beləliklə biz bugünə olan potensialımızı demək olar ki, 2 dəfə artıracağıq. Bunun sayəsində biz nəinki neft və qazı, o cümlədən yaşıl enerjini də ixrac edə biləcəyik. 12-ci Bakı Qlobal Forumu artıq Gülüstan sarayında öz işinə başlayıb. Dünya düzəninin yenidən müzakirə edildiyi tədbirdə iqlim dəyişikliyi ilə mübarizə mövzuları da yer alıb. Görəsən dünyanın tanınmış siyasətçiləri Azərbaycanın yaşıl enerji siyasətini necə qiymətləndirirlər? 2022-ci il dekabr ayının 17-sində Rumıniyanın paytaxtı Buxarestdə Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında imzalanan yaşıl enerjinin inkişafı və ötürülməsi sayəsində strateji tərəfdaşlıq sazişi yaşıl enerji ixracının özəyini təşkil edir. Məhz bu sənədin reallaşması ölkənin enerji tarixində yeni səhifə olacaq. Nizami Gəncəvi mərkəzinin təşkil etdiyi 12-ci Qlobal Bakı Forumunun mötəbər qonaqları Azərbaycanın Avropaya yaşıl enerji ixracı planlarını yüksək qiymətləndirirlər. Azərbaycan böyük həcmli neft və qaz ehtiyatlarına görə çox xüsusi bir ölkədir. Ancaq bununla belə külək, günəş və hidroresurslar kimi bərpa olunan enerji baxımından da böyük potensiala malikdir. Xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra Azərbaycan Avropanın neft və qaz təchizatında önəmli rol oynadı. Fikrimcə, Avropanın enerji təchizatında Azərbaycanın payı 4%-dən çoxdur və bu heyrətamiz bir rəqəmdir. Bərpa olunan enerjidən istifadəyə keçidsə bütün dünya üçün mövcudluğumuzla bağlı bir sualdır. Biz mütləq bərpa olunan enerjidən istifadəyə keçməliyik. Bu enerjini mümkün olduqca daha çox istehsal etmək üçün Azərbaycanın gələcəyə baxışı var. Bu səhər Prezident İlham Əliyev bildirdi ki, hazırda ölkənin elektrik enerjisi istehsalı 8 gigawattdır və bərpa olunan enerji mənbələri hesabına bu həcm 2030-cu ilədək 6,5 gigawatt həcmində artacaq. Bu isə demək olar ki, ölkənin enerji potensialının 2 qat çoxalmasıdır. Düşünürəm ki, Azərbaycan bərpa olunan enerji mərkəzinə çevrilmək üçün lazımi potensiala sahibdir. Bəs bu nə üçün önəmlidir? Çünki bərpa olunan enerjinin xərcləri inanılmaz dərəcədə ucuzdur. Hər şeydən öncə bu neftə əsaslanan iqtisadiyyatın bərpa olunan enerjiyə keçidinin bir nümunəsidir. Xüsusilə də iqtisadiyyatı neft əsaslı olan bir ölkə üçün bu çox böyük bir sınaqdır və reallaşması asan deyil. Azərbaycanın liderliyi örnəyi çox böyükdür. Deməli, Azərbaycanın dünyanın digər regionlarında enerji çatışmazlığını dəstəkləyərək enerji təhlükəsizliyini təmin etmək üçün imkanları mövcuddur.
Avropanın bu regionlardan biri olması çox önəmlidir. Çünki enerji təhlükəsizliyi bir nömrəli prioritetdir. Provide energy security. So I'm from a small island Pacific state. Mən Kiçik Sakit Okeanın ada dövlətlərindənəm. Biz iqlim dəyişikliyinin ağır təsirlərinə məruz qalmışıq. Neft istehsal edən və karbon emissiyasını azaldan dünya ölkələrini görürük. Azərbaycanın bərpa olunan enerjisini artırmaq və onu Avropaya ixrac etmək istəyi həm regional, həm dünyada əməkdaşlıq üçün çox yaxşı bir nümunədir. Bu resurslara malik olan insanların bizə kömək eləməsi və enerji tələbatının, eləcə də etibarlı bərpa olunan enerjini artırmağın öhdəsindən necə gəlmələrini göstərən çox əla bir nümunədir. Bu mənbələrin paylaşılması baxımından da çox yaxşı bir misaldır. Mən Azərbaycanın Avropa İttifaqına dəstək verməsini və enerji tələbatını ödəməsini təqdir edirəm. For achieving this and assisting the European Union in achieving their energy demands. Yaxın gələcəkdə Azərbaycanın yaşıl enerjisi Xəzər dənizindən Qara dənizə yönələcək. Qara dənizin dibindən xüsusi kabellər vasitəsilə növbəti mərhələdə Avropaya ixrac olunacaq. Çoxlar üçün hazırda xəyal kimi görünən bu layihənin gerçəkləşməsi ilə Azərbaycan adını tarixə həm də yaşıl enerji ixracatçısı kimi yazdıracaq. Azad olunmuş ərazilərin elektrik enerjisinin ancaq bərpa olunan enerji mənbələrindən əldə edilməsi hədəfi bütün dünya ictimaiyyəti ilə yanaşı Qlobal Bakı forumuna qatılan qonaqların da diqqət mərkəzindədir. Düşünürəm ki, bu çox düşünülmüş bir addımdır. Mənim Ağdam və Zəngilanı ziyarət etmək imkanım olmuşdu. Orada ağıllı şəhər qurmağa başlayıblar. Əgər siz plan quranda əvvəlcədən düzgün istiqamətdə başlayırsınızsa, külək, günəş və hidroenerjidən istifadə edirsinizsə, bu irəliyə getmək üçün ən yaxşı yoldur. Mən hardasa 2 il öncə Şuşada olanda sürətli yenidən qurma prosesi gedirdi orada. Həmin ərazilərdə günəş, külək və hidroenerjidən birgə istifadə düşünürəm ki, möhtəşəm olacaq. Bu yalnız bərpa olunan enerjidən istifadə baxımından çox yaxşı bir nümunə ola bilər. Düşünürəm ki, bu yaxşı bir addımdır. Azərbaycan azad olunmuş ərazilərdə infrastrukturu yenidən qurur və smart şəhərlər yaradır. Bu gələcəkdə ölkələrin inkişafı üçün yaxşı bir nümunədir. Ötən ilin noyabrında COP29-da Bakıda qəbul edilən tarixi qərarlar bu mötəbər tədbirə baxışı da dəyişdi. Azərbaycanın qətiyyəti sayəsində illərdir həllini gözləyən mövzular barəsində razılığa gəlinməsi COP keçmişində yeni bir iz qoydu. Dünyanın tanınmış siyasətçiləri və iqlim mütəxəssisləri 12-ci Qlobal Bakı forumunda da Azərbaycanın COP təcrübəsi ilə bağlı önəmli məqamlara diqqət çəkiblər. And specifically the COP of Azerbaijan was very successful. Exactly because Xüsusilə COP29 mənə görə çox uğurlu oldu. Konkret olaraq ona görə ki, Azərbaycan iqtisadiyyatında köklü dəyişiklik etməyə çalışır və həm də bu maliyyə konfransı idi, maliyyə COP-u idi. İqlim dəyişikliyinə qarşı mübarizə aparan tərəflərin maliyyə konfransı idi. Bu nə üçün önəmli idi? Ona görə ki, hökumətlərə, şirkətlərə, şəhər merləri, maliyyə institutları üçün açıq-aşkar bəyan edildi ki, bu proses biznesin dəyərləndirilməsi üçün iqlim dəyişikliklərinin yumşaldılmasına xidmət edən iqlim adaptasiyasıdır. Burada biznes dəyərləndirilməsi deyəndə nə başa düşülür? Bu o deməkdir ki, əgər siz alternativ enerji istehsal edirsinizsə, elektromobillərdən istifadə edir və bu sahəyə yatırım edirsinizsə, təbiətə əsaslanan həllərə investisiya qoyursunuzsa, təkrar emal iqtisadiyyatına pul qoyursunuzsa, köhnə yanaşmadan fərqlənən bütün bu aspektlər davamlı yaşıl iqtisadiyyatda sizin xərclərinizi azaldır və sizin məhsullar üçün potensial bazar böyüyür, sizin potensial gəlirləriniz də artır. COP29 çox böyük bir uğur oldu. Mən bütün proseslərdə oradaydım. Cəsarətli öhdəliklər və mübahisəli debatlar. Hər iki istiqamətdə Azərbaycan müzakirələrin yönünü dəyişdi. Azərbaycan son nəticə əldə edilənə qədər prosesi davam etdirdi. Mən bu müzakirələr barədə danışarkən deyirəm ki, onlar çox ciddi və tələbkar davrandılar. Lakin biz nəticədə həcmi 100 milyarddan 300 milyarda çatan 3 dəfə artırılmış yeni iqlim maliyyəsini əldə etdik. Çox insan düşünürdü ki, bu çatmaq mümkün olmayan bir yol idi. Ancaq bacardılar və 1,5 trilyon dolları əldə etmək üçün Bakıdan belləmə yol xəritəsi müəyyən olundu. Çox mürəkkəb bir məsələ olan karbon vergisi sistemi idi ki, karbon bazarları və karbon kreditləri məsələsinin hər ikisi də həllini tapdı.
carbon tax system was putting together a carbon market, and the crediting system was achieved. Yes, at COP29 I was here. I was also in. Mən COP29-da buradaydım. COP prezidentinin beynəlxalq məsləhətçisi idim. Düşünürəm ki, COP29 imkanlar yaradan və maliyyə COP-u kimi xatırlanmalıdır. Mən ayrılan maliyyənin yerli əhaliyə, dövlət idarəçilərinə, şəhər merlərinə, yerli idarəçilərə, insanlara real dəstək olmasını istəyirdim və bu da reallaşdı. Bu yöndə Bakıdakı COP vəsaitlərin az gəlirli və real ehtiyacı olanlara xərclənməsi baxımından önəmli rol oynadı. Hər kəsdə vəsaitlərin səmərəli yönəldilməsi ilə bağlı bir əminlik yaratdı. Qlobal Bakı forumunda iştirak edən COP29-un iqlim üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarayi Azərbaycanın rəhbərliyində COP qərarlarının icrasının hazırda davam etdiyini bildirir. Onun sözlərinə görə iqlim dəyişikliyinə qarşı mübarizə Bakı Qlobal Forumunun gündəliyində də ön plandadır. Müzakirələrdə mötəbər qonaqların iştirakı isə bu tədbirin önəmini daha da artırır. Qeyd etmək lazımdır ki, burada olan iştirakçıların, spikerlərin və bütün qonaqların ümumiyyətlə həm təcrübəsi, həm dünya görüşü, həm gələcək vizyonu çox maraqlıdır və bilirsiniz ki, sabiq hökumət dövlət başçıları var, alimlər var, burada ekspertlər var və onlarla birlikdə artıq COP29-a bir daha nəzər salmaq çox maraqlı idi və dünənki panel diskussiyası zamanı biz həm COP29-un yekunları haqqında danışdıq, həm Azərbaycanın yaşıl iqtisadiyyata keçid baxımından apardığı iş haqqında danışdıq və mən çıxışımda da qeyd elədim, bizim çox böyük proseslərin iştirakçısı olaraq qatılmışıq buna. Bildiyiniz kimi bizdə həm Qarabağda yaşıl enerji zonaları artıq elan olunubdur. Baxmayaraq ki, biz neft və qaz ölkəsi olaraq tanınırıq və buna görə bəzi ölkələr bizi hətta qınayırdılar, amma əslində bu onun göstəricisidir ki, Azərbaycan öz nümunəsini yayır ki, biz neft-qaz ölkəsi olaraq yaşıl iqtisadiyyata keçidə investisiya eləyirik. Buna belə deyim, çox ciddi yanaşırıq və bununla bağlı bizim çoxsaylı layihələrimiz var. Həm bizim güclü potensialımız var, günəş enerjisi, külək enerjisi ilə bağlı, bununla bağlı artıq tərəfdaşlarla işləyirik. Azərbaycanın yaşıl enerji hədəfləri qısa zamanda bu sahədə ölkəni lider mövqelərindən birinə yüksəldəcək. Azərbaycanın gələcəyə baxışı kimi ortaya çıxan yaşıl enerji koridorları prosesin şah damarları hesab edilir. Həm beynəlxalq səviyyədə Azərbaycan həm yaşıl enerji ixracatçısına çevrilə bilir və bunu eləyir və digər tərəfdən tranzit ölkə olaraq bilirsiniz ki, bizim iki layihəmiz var. Bu həm Azərbaycan, Qazaxıstan, Özbəkistan yaşıl kabeli, həm digər bir layihə var ki, bu deməli Rumıniya, Macarıstan, Gürcüstan, Azərbaycan. Yəni bu onun göstəricisidir ki, biz burada regional bir lider roluna çevrilməyi potensialımız var və bunu eləyirik. Və ona görə biz bu qlobal forumun iştirakçıları ilə birgə yenidən COP29-a nəzər salmaq, yenidən bu proseslərin içində olmaq çox maraqlı idi və təbii ki, əsas müzakirələrdən biri həmçinin ölkələrin öz üzərlərinə götürdükləri öhdəliklər idi. Yəni NDC deyirlər buna, yəni öhdəliklər ki, bu yaşıl iqtisadiyyata keçidlə bağlı və emissiyaların azaldılması ilə bağlı ölkələr nəyi planlaşdırır? Azərbaycanın təşəbbüsü ilə ortaya çıxan yaşıl enerji koridorlarına Asiyadakı Türk dövlətlərinin qoşulması onun təsir dairəsini daha da genişləndirə bilər. Onların bu birleşmeden çok büyük yararları olacağına inanıyorum. Çok büyük bir güç ortaya çıkacaktır. Doğal kaynaklarla, zenginliklerle çok büyük bir yarar olacağına inanıyorum. Türkistan'dan da Orta Asya'daki kardeş can ve kardeş cumhuriyetlerin de biliyorsunuz Çin'e hidrokarbon sattıkları vaka ama çeşitlendirir. Özellikle Kazakistan ve Türkmenistan şu an bunun parçası olmak istiyor. Özbekistan'ın da dediğiniz gibi katılmasını bekliyorum. O durumda dünyanın farklı noktalarına önce Azerbaycan sonra da Türkiye üzerinden inşallah bu barış işi de bittiğinde belki bundan batıdaki komşularımız da Ermenistan'da bundan istifade ederler. Dünyanın farklı noktalarına hidrokarbon kaynaklarının gönderilmesi açısından gerek arz gerek satın alan ülkeleri için, tüketici ülkeler için enerji güvenliğine arttırır. Bu da fiyatların uzun vadede düşmesine ve hem üretici ülkelerin Azerbaycan gibi daha fazla kaynak kazanmalarını sağlar. Ancak küresel düzeyde de özellikle hidrokarbona olan talebi stabilize eder
ve insanlık özellikle işte bu post karbon dedikleri süreci çok daha akılcı bir şekilde yürütebilirler. Bu noktada da işte hidrokarbondan da insanlık istifade etmeye devam edebilir. Şərqlə Qərbin körpüsü hesab edilən Azərbaycan ənənəvi enerji ilə yaşıl enerji arasında da birləşdirici rolu oynamağı bacardı. Unikal yanaşması ilə seçilən Azərbaycanın təşəbbüskarları olduğu layihələr isə təkcə regionun deyil, dünyanın inkişafında özünə məxsus iz qoyur. Ukrayna böhranından yaxın şərqdəki hadisələrə qədər bir çox məsələnin müzakirə olunduğu forumda iqlim dəyişikliyi ilə mübarizə mövzusu da gündəmdə idi. Bu isə onu göstərir ki, Qlobal Bakı forumu təkcə dünyanın nəbzini tutmur. Eyni zamanda planetin gündəliyini formalaşdıran platforma rolunu oynayır.